Salam aleyküm. Allah sana sağlık versin. Əliyar Həkim Rehabilitativ Mərkəzində fəaliyyət göstərir. Bu dəqiqə bu panik atak deyərəm ki, 100 nəfərdən 70-80-də var da. Hamı narahat edir, hamı bunun üçün çıxış yolu axtarır. İnşallah gözəl həkimimiz o haqda məlumat versin. Kim müalicə almaq istəyir, gəlir inşallah. Təbii, bir psixosomatik kimi mən sizə deyə bilərəm ki, panik ataklar çox yayılır və siftədən də onları düzgün müalicə eləmirlər. Niyə görə? Panik atakı keçirmiş insanlarda çox boğulmalar, ürək döymələr, ölüm qorxusu baş verir və bunlar da başlayırlar ürək həkimə müraciət etməyə, ağciyər həkimə müraciət etməyə, nevropatoloqa da müraciət edir. Ancaq söhbət nədən gedir? Söhbət ondan gedir ki, bu insanlarda fiziki olaraq bədənində bir dəyişiklik yoxdur. Siz onları yoxlasınız, beyindən başlayır. Beyin də normaldır, ağciyər də normaldır, sonra ürək damar sistemi də normaldır. Bu insanlar əziyyət çəkirlər. Niyə görə əziyyət çəkirlər? Ona görə ki, onların yaddaşında qalır, onların həyatında onlara baş vermiş pis hadisələr, belə deyək də, avtoqəzadır, ölümdür, hansı bir ağır xəstəlikdir və onu da onlar yaddaşından çıxarda bilmirlər, həmin hadisəni. Və instinktiv olaraq, reflektiv olaraq hansı bir ona oxşar hadisə olan kimi tezliklə həmin hadisə onların gözünün qabağına gəlir və bunlarda həmin sindromlar başlayır tezdən təkrar olunmağa.